Mərhum xalq artisti, gitar ifaçısı Rəmişin, Rafiq Hüseynovun qardaşı Romik Hüseynov vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə qazi jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirir ki, Romik Hüseynov bugün Ağdam rayonunun Qarağacı kənd qəbristanlığında dəfn olunacaq. Qeyd edək ki, Romik Hüseynov 1-ci Qarabağ müharibəsi qazisi olub. Bakıda özel klinikaların birində qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib. Əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin isə normal olduğu açıqlanıb. Qeyd edək ki, Şəhla Quliyeva Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinin təchizat üzrə mütəxəssisi olub. Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. Hadisə avqustun 17-si saat 8 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlanoğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşən universitetdə təmir işləri görərkən dünyasını dəyişib, onun infarktdan öldüyü açıqlanıb.